إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Sahih-ül Cami-i kitabından hədislərini oxunuşuna davam edirik. 41-ci hədisdə qaldıq. Əbu Hüreyrə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini rivayət edir. Əl-mu'minu mirəətul mu'min vəl-mu'minu əxul mu'mini yəkuffu anhu dayətəhu və yəhutuhu min vəraih. Yəni, mömin müminin güzgüsüdür, aynasıdır. Mömin müminin qardaşıdır. Onun ehtiyacını qarşılayar və onu arxasından əhatə edər, yəni onu qoruyub himayə edər. Bundan qabaq gələn hədislərdə gəldiyi kimi bu hədisdə də Peyğəmbər sallallahu aleyhi və səlləm bizə yəni qardaşlıq, müminin qardaş olmasını bildirir və onun üzərinə düşən şeyləri bizə anladır. Onlardan biri də yəni müminin ehtiyaclı anında onun bacardığı qədər onun ehtiyacını ödəməkdir. Onun ehtiyacını qarşılamaqdır və həmçinin onun arxasından danışılırsa, onun irzinə toxunulursa, onun haqqında pis danışılırsa, onu müdafiə etməkdir. Bu iki şey müminin üzərinə düşən şeylərdəndir. Ehtiyacı olduğu halda onun ehtiyacını qarşılamaq və onun irzini müdafiə etmək. Növbəti Sa'd radiyallahu anh rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mu'minu mükəffərun. Mömin günahları bağışlanandır. Günahları kəffarə olunandır. Yəni, bu hədisin mənası odur ki, yəni möminin başına gələn bəlalar, xəstəliklər səbəbilə Allah Teala onun günahlarını kəffarə edir, onun günahlarını bağışlayır. Hətta müminin barmağına batan bir iynə belə yəni onun günahların bəzisini kəffarə edir, silib aparır. Növbəti Səhl ibn Sa'd radiyallahu anh rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mu'minu min əhlil imani bi mənzilətir rə'si minəl cəsəd. Yəni, müminin iman əhli ilə olan misalı başla bədənin misalı kimidir. Ya'lamul mu'minu li əhlil imani kəmə ya'lamul cəsədu limə fir rə's. Yəni, baş ağrıdıqda bədən necə əziyyət çəkirsə, həmçinin iman əhlindən kimsə ağrıyanda mömin də eləcə əziyyət çəkir. Yəni, burada da Peyğəmbər sallallahu aleyhi və səlləm bizə yəni, möminlə iman əhlinin əlaqəsini bildirir. Yəni, bu əlaqə bir-biri ilə bağlı olan bir şeydir. Yəni, necə ki, başla bədən bir-birinə bağlıdır. Necə ki, baş ağrıyanda bütün bədən əziyyət çəkir. Həmçində yəni, iman əhlinə, möminlərin başına bir şey gəldikdə, yəni mömin qıraqda qalmır. Yəni, onların, yəni bu iman əhlinin dərdinə şərik olur, onların ağrısı ilə ağrıyır. Və həmçinin bacardığı qədər, yəni necə ki, qabaqda gələn hədislərdə gəldi, yəni bacardığı qədər onlara yardım edir. Növbəti Səhl ibn Sa'd radiyallahu anh rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əl-mu'minu ya'ləf və la xayrə fi mən la ya'ləfu və la yu'ləf. Yəni, mömin ünsiyyət qurandır. Və ünsiyyət qurmayan və özü ilə ünsiyyət qurulmayan kəsdə də xeyir yoxdur. Yəni, bu hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm bizə möminin sifətlərindən birini bildirir. O da ki, yəni mömin ünsiyyət qurandır. Yəni, iman qardaşları ilə daim ünsiyyətdə olandır. Yəni, qırağa çəkilib, üzlətə çəkilən, yəni qeybətə çəkilən birisi deyildir. Möminlərlə qaynayıb qarışan, onların halına
xəbərdar olan birisidir. Sonra Peyğəmbər s.ə.v bizə bildirir ki, yəni ünsiyyət qurmayan, yəni möminlərin halı ilə maraqlanmayan, onların xeyir işlərində, onların şər işlərində onlarla birgə olmayan kəsdə xeyir yoxdur. Həmçinin özü ilə ünsiyyət qurulmayan kəsdə də xeyir yoxdur. Yəni bu da çox vaxtı insanın xasiyyətinə görə olur ki, yəni insanlar onunla ünsiyyəti tərk edir. Yəni onun əxlaqının pis olması, həmçinin xasiyyətinin çətin xasiyyətli olmasıdır. Hansı ki, insanlar bu səbəbi ilə ondan ünsiyyət qurmaqdan çəkinir. Və ünsiyyət qurmaqda da çoxlu xeyirlər vardır. Onlardan birisi də yəni müsəlmanların bir olmasıdır. Çünki Allah Teala Mömin surəsində buyurur, Allah Teala Əl-İmran surəsində buyurur ki: "Va'tasimu bihablillahi cemi'an və la təfərraqu." Yəni Allahın ipindən hamınız birlikdə möhkəm yapışın və ayrılmayın. Və bu ülfət yaratmaq, ünsiyyət yaratmaq da möminlər arasında bu birliyi möhkəmləndirir. Növbəti 45-ci hədisdə Cəbir radiyallahu rivayət hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur: "Əl-mu'minu ya'lafu və yu'lafu və la xeyra fi men la ya'lafu və la yu'lafu və xeyrun nasi anfa'uhum lin-nas." Bundan qabaq gələn hədisdə kimi Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, mömin ünsiyyət quran və ünsiyyət qurulandır. Yəni özü ilə ünsiyyət qurulandır. Ünsiyyət qurmayan və özü ilə ünsiyyət qurulmayan kəsdə xeyir yoxdur. Və sonra əlavə edir ki, və xeyrun nasi anfa'uhum lin-nas. Yəni insanların ən xeyirlisi də insanlar üçün ən faydalı olanıdır. Yəni əgər insan özünün Allah qatında nə qədər xeyirli olmağını bilmək istəyirsə, qoy insanlara nə qədər faydası dəydiyinə baxsın. Yəni nə qədər insanlara daha çox faydalı olursa, bilsin ki, Allah qatında da o qədər onun xeyirli sifəti vardır. Növbəti Əbu Hüreyrə radiyallahu anh rivayət hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Əl-mu'minu yəğaru vallahu əşəddu qayra." Yəni mömin qeyrətlidir, qısqanandır. Və Allah Teala isə daha şiddətli qeyrət sahibidir. Yəni daha çox qısqanandır. Bu hədis haqqında Munavir rəhməhullah buyurur ki, "Əşrafun nasi və a'lahum himmətən əşədduhum qeyra." Yəni insanların ən şərəfliləri və ən çox himmət sahibləri, ən çox qeyrət sahibiləri olandır, ən çox qeyrətli olanlardır. Yəni burada demək istəyir ki, yəni insanın qeyrəti daha çox olduqca onun himməsi daha çox olar və insanların ən şərəflisi olar. فَالْمُؤْمِنُ الَّذِي يَغَارُ فِي مَحَلِّ الْغَيْرِ قَدْ وَافَقَ رَبَّهُ فِي صِفَةٍ مِنْ صِفَاتِ. Yəni bu hədisə uyğun olaraq, yəni mömin qeyrət göstərilən anda, yəni o an ki, orada qeyrət göstərmək lazımdır, qısqanmaq lazımdır. Əgər o anda qeyrət göstərərsə, artıq Allahın sifətlərindən bir sifətinə müvafiq olmuşdur. Çünki Allah Teala da qeyrət sahibidir, Allah Teala da qısqanandır. Necə ki, başqa hədisdə gəlir ki, Peyğəmbər s.ə.v buyurur ki, yəni Allahın da qısqanmağı nədir? Yəni qulun onun haram etdiyi şeylər işləməsidir. Yəni qul haram etdiyi şeylər etdikdə Allah Teala qısqanır. وَمَنْ وَافَقَهُ فِي صِفَةٍ مِنْهَا قَادَتْهُ تِلْكَ الصِّفَةُ بِزِمَامِهِ وَأَدْخَلَتْهُ عَلَيْهِ وَأَدْنَتْهُ مِنْهُ وَقَرَّبَتْهُ مِنْ رَحْمَتِهِ. Və kim də Allahın bir sifətlərindən bir sifətinə müvafiq olarsa, artıq o sifət onu Allaha yaxınlaşdırar, onun rəhmətinə yaxınlaşdırar. Yəni burada Peyğəmbər sallallahu aleyhi və səlləm bizə həmçinin möminin sifətlərindən birini açıqlayır ki, o da mömin qeyrətli olmalıdır. Yəni qeyrət göstərməsi lazım olan anda, qısqanması lazım olan anda bunu etməlidir. Və bu Allahın sifətlərindəndir. Növbəti Bureydə radiyallahu anh rivayət hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, "El-mu'minu yemutu bi'araqil cebin." Yəni mömin alın təri ilə ölər. Mömin alın təri ilə ölər. Burada iki təfsir vardır. Bir təfsir odur ki, yəni mömin gözəl sonluğun əlaməti odur ki, yəni ölüm anında möminin alnı tərləyər.
yəni alnında tər çıxması gözəl sonluğun əlamətlərindəndir. İkinci təfsir isə odur ki, yəni mömin bütün həyatı boyunca, yəni ölümünə qədər Allah yolunda əziyyət çəkər. Yəni necə ki bizdə deyirlər, alın təri ilə qazanılan pul deyirlər. Məsələn. Yəni məcazi mənada alın təri. Yəni mömin xeyir işlərdən geri qalmaz. Və axirət işlərindən, həmçinin yəni öz ailəsini dolandırmaqdır, öz ailəsinə baxmaqdır. Yəni ölənə qədər yəni əziyyət çəkər, zəhmət çəkər və bu halda da ölər. Növbəti 48-ci hədisdə Nu'man ibn Bəşir radiyallahu anh rivayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur: "El-mu'minun keraculin vahidin in iştaka ra'suhu tada'a lahu sa'irul cesedi bil-humma ve's-sahr." Möminlər bir bədən kimidir. Yəni bir kişi kimidir, bir bədən kimidir. Əgər onun başı ağrıyarsa, bütün bədən də qızdırma və yuxusuzluqla həmin ağrıya şərik olar. Növbəti 49-cu hədisdə, yəni buna oxşar hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm Nu'man ibn Bəşir həmçinin Nu'man ibn Bəşir rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "El-mu'minun keraculin vahidin in iştaka ra'suhu iştaka kulluh və in iştaka 'aynuhu iştaka kulluh." Yəni möminlər bir bədən kimidir. Baş ağrıdığı zaman bütün bədən ağrıyar və gözü ağrıdığı zaman bütün bədən ağrıyar. Həmçinin bu hədislərdə də Peyğəmbər sallallahu əleyhi və səlləm bizə yəni möminlərin vahid bir bədən olduğunu açıqlayır. Yəni möminlərin bir-biri ilə olan misalı bir bədənin misalıdır. Yəni onun bədənin bir hissəsi ağrıdıqda bütün bədən də buna görə əziyyət çəkər. Növbəti 50-ci hədisdə İbn Ömər radiyallahu anh rivayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "El-mu'minun heyyinun leyyinun." Yəni möminlər mülayim və yumşaq xasiyyətlidirlər. Kəl-cəməlil ənif. Yəni onların misalı sanki yəni burnuna halqa keçirilmiş dəvənin misalıdır. İnqidə inqad və izə unixə alə saxratin istənəx. Yəni onu özünə tərəf çəksən, arxanca gələr. Yəni onu bir daşın üzərində yəni çökməyə məcbur etsən, orada da çökər. Bu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm bizə həmçinin möminin sifətlərindən bir neçəsini bəyan edir. O da ki, möminin xasiyyətinin yəni mülayim və yumşaq olmasıdır. Və bu hədis haqqında həmçinin Munavir rəhməhullah buyurur ki: "El-muradu ennel mu'minə səhlun yaqdi havaicən nasi və yaxdimuhum." Yəni bu hədisdən murad odur ki, yəni mömin mülayim birisidir, xoş xasiyyətlidir, yəni insanların ehtiyacını ödəyər, onlara xidmət edər. O şədidul inqiyadil şəriə fi avamirihi və nəvahi. Həmçinin də şəriətə çox şiddətli şəkildə boyun əyəndir. Onun qadağalarında, əmrlərində, qadağalarında, yəni Allah və Rəsul nə desə, yəni burada otur desə oturar, burada çök desə çökər. Həmçinin burada yəni möminin təvazükar, mülayim, itaətkar, insanlarla asan davranması qeyd olunur. Yəni mömin təkəbbürlükdən uzaq, təvazükar, mülayim birisi olmalıdır. Növbəti Əbu Hüreyrə radiyallahu anh rivayət etsə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Vəllazi nəfsi biyedihi la yu'minu ahadukum hatta akuna ahabba ilayhi min validihi və waladihi." Yəni canım əlində olana and olsun ki, sizdən heç biriniz mən ona atasından və övladından daha sevimli olmayınca iman etmiş olmaz. Növbəti Ənəs radiyallahu anh rivayət hədisdə, həmçinin buna oxşar hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "La yu'minu ahadukum hatta akuna ahabba ilayhi min waladihi və validihi ven-nas ecmaîn." Yəni sizdən biriniz mən ona övladından, valideynlərindən və bütün insanlardan daha sevimli olmayınca iman gətirməz.
Yəni bu hədislərdə Peyğəmbər sallallahu əleyhi və səlləm yəni bizə kamil imana sahib olmaq üçün nə etməyimizi öyrədir. O da, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmi hamıdan daha çox sevməyimizdir. Yəni onun əmrlərini hamının əmrindən yuxarı qoymağımızdır. Həmçinin onun qadağalarını hamının qadağalarından daha önə çəkməyimizdir. Yəni əgər mömində bu sifət olarsa, bu sevgi olarsa, artıq Allahın izni ilə kamil imana sahib olar. Növbəti Ənəs rəziyallahu anhu hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "La yu'minu ahadukum hatta yuhibba li akhihi ma yuhibbu li nefsihi." Yəni sizdən biriniz qardaşına, özünə istədiyini qardaşına istəməyincə iman gətirməz. Yəni buna oxşar hədis keçmişdir. Burada da Peyğəmbər sallallahu əleyhi və səlləm bizə qardaşlıq sifətini, möminin qardaşı olduğunu aşılayır. Yəni mömin özünə istədiyini xeyir, həmçinin qardaşlığını istəməlidir. Bu da kamil sahib olmaqda özün olması lazım. İmanın xislətləri var.